Yerləşdiyi ərazinin ən premium, ən yaxşı binasında yeni təmirli, geniş, 3 otaqlı bir mənzil çıxıb satışa. Mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Gözəl təmiri var, keyfiyyətlidir. İnşallah gəlib canlı baxanda da şahidi olacaqsınız. Sənədlər də qaydasındadır, çıxarışı, yəni kupçası mövcuddur. Vaxt itirmədən başlayaq mənzilin giriş hissəsindən. Mən bütün hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdırım. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə burada belə şkafımız yığılıb. İçərisində göstərim, dərinlikdə çox yaxşıdır, yuxarı hissələrdə şkafdır, paltar, ayaqqabı, istənilən əşyası tam rahat yerləşdirə bilərsiniz. Gəldikdə sağ tərəfdə burada belə böyük güzgümüz yerləşdirilib, gizli işıqla. Girişdə döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Təmirə, dizayna uyğun tablolarımız yerləşdirilib. İşıqlandırmada lüstr, spot, gizli işıq və əlavə olaraq bura işıqlardan da istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin qonaq otağıdır. Bura bir yataq otağı, burada ikinci yataq otağı. Burada deməli yerləşir mənzilin mətbəxi. Burada isə girişdən sağda sanitar qovşağı və burada da ikinci kiçik sanitar qovşağımız yerləşir. Keçək, başlayaq elə mətbəxdən. Mən bir-bir bütün otaqları sizə göstərim. Gözəl, geniş, işıqlı mətbəximiz var. Buradan da mətbəxdən mənzilin eyvanına çıxış var. Yəni ölçüsü çox yaxşıdır. Burada masanızı 4 nəfərli rahat yerləşdirə bilərsiniz. Girişdə olan isti döşəmə burada da davam etdirilib. Qranit olan yerlər hamısı isti döşəmədir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. Maraqlı rənglərdə seçilib. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə eyni ilə şkafdır. Bunların içərisini göstərim. İçərisini niyə göstərirəm? Ümumiyyətlə, dərinlik barədə təsəvvürünüz yaransın. Yəni, əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Üst hissəsi burası deməli, mərmərdir. Soyuducunun, sobaların hamısının yeri nəzərə alınıb. Tavan hissəni göstərirəm. Bütün otaqlarda belə deyim, kondisionerimiz də var, quraşdırılıb, hazırdır. Girişdən sağda yerləşir mənzilin sanitar qovşağı. Buranı da ümumi olaraq göstərim. Tam olaraq hazır vəziyyətdədir, böyük ölçülü, geniş duş kabinimiz yığılıb. Bütün aksesuarlar da tam olaraq yerləşdirilib, tam olaraq hazırdır. Bu hissədə moydadırımız və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Burada yerləşir kiçik sanitar qovşağı. Bunu da ümumi olaraq göstərim. Bütün onu da deyim ki, maraqlı, teksturalı, gözəl qranitlərdə seçilib ümumilikdə və tam olaraq hazır. Yəni mənzil tam hazırdır, sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Burada yerləşir mənzilin qonaq otağı. Gözəl qonaq otağı var, yəni təxmini kvadrat şəklindədir. Yəni genişliyin nəzərinizə çatdırıram. Pərdələr asılıb hazırdır. Bayaq qeyd etdim, bütün otaqlarda kondisioneri var. Bu hissəyə mebel dəstinizi rahat yerləşdirə bilərsiniz. Mərkəzdə gözəl böyük lüstrumuz var. Əlavə olaraq trek işıqlardan istifadə olunub. TV stand burada yığılıb, sol və aşağı hissəsi şkafdır, sağda isə mebel daraqlardan istifadə olunub, gizli işıqda yerləşdirilib. Yəni gözəl təmiri var, ürəkasan mənzildir. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Və keçək, mən sizə göstərim mənzilin yataq otaqlarını. Bura birinci yataq otağımızdır. Tam olaraq dediyim kimi otaqlar hazırdır. Gözəl də rənglər seçilib. Deməli, burada yerləşməyə mən ilk öncə nəzərə çatdırım. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb, bura işıqlar yerləşdirilib. Kondisionerimiz və bu hissədə tam şkafımız yığılıb. Yəni, mənzildə şkaf kifayət qədərdir. Əşyalarınızı tam rahatlıqla yerləşdirə biləcəksiniz. Bu hissəni də göstərim. Yəni, kifayət qədər yerimiz var. TV, internet çıxışı burada nəzərə alınıb. Tavan hissəni də göstərim. Lüstr spotlar və pərdəmiz də hazır vəziyyətdədir. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını, sonra mənzil qiymətini və digər məlumatları nəzərə çatdırım. Burada dediyim kimi mənzilin ikinci yataq otağıdır. Burada qısa olaraq mən sizə yerləşməni izah edim. Taxtın yeri bu hissədə nəzərə alınıb. TV, internet çıxış isə əks tərəfdədir, buradadır. Yəni, bura şkafınızı yığa bilərsiniz. Tam rahatlıqla o hissədən də təmiri də ümumi olaraq göstərim. Ümumilikdə açıq rəngli divar kağızlarına istifadə olunur. Görə də insanın, belə deyim, gözünü yormur. Belə, mən demək olar, mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdırdım. Məlumatlara keçək, yerləşir Xətai rayonu Tusi küçəsində 60 nömrəli marşrutun axır dayanacağına yaxın.
Yeni tikili premium binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 3 otaqlı mənzildir. 105 kvadrat ölçüsü var. Yerləşir 15 mərtəbəli binanın 3-cü mərtəbəsində. Dediyim kimi sənədlər də qaydasındadır, çıxarış, yəni kupça da var, ipotekası olan müştərilər də müraciət edə bilərlər. Və mənzilin start olaraq qiyməti 335 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.